Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. İnşallah bugünkü mövzumuz müxaliflərin şiələrə atdığı bir şübhəyə səthi cavab olacaq Allahın izni ilə. Şübhələri bundan ibarətdir ki, şiələrə sual edərlər ki, məsumiyyət, Əhl-i Beyt əleyhisselamın məsumiyyəti zatdandır, yoxsa ki sonradan qazanılır? Təbii ki, şiənin etiqadına əsasən məsumiyyət zatdandır, sonradan qazanılmıyor. Və bizə sual verirlər ki, əgər məsumiyyət zatdandırsa, nəyə görə Allah Subhanahu və Teala Quran-ı Kərimdə Əhzab surəsinin 33-cü ayəsində buyurur ki, Əhl-i Beytin, ev əhlinin günahını, ritsə, çirkinliyini aradan aparmaq istəyir, silmək istəyir, götürmək istəyir. Əgər Əhl-i Beytin günahı, nöqsanı, xətası, çirkinliyi yoxdursa, mövcud deyilsə, Allah hansı çirkinlikdən, günahdan, xətadan danışılır? Ya Allah Subhanahu və Teala xəta edir, əstəğfirullah, ya da şiələrin etiqadı naqisdir, zəifdir. Bu əslində sual zahirən mürəkkəb olsa da, bu ətinən bəsitdir. Sadəcə buna əql lazımdır ki, buna cavab versin. Təbii ki, mənim bu cavabımdan daha ağır cavablar mövcuddur şiədə. Mən bu suala inşallah ki, cavab olaraq səthi bir cavab verəcəm. Ərəb qrammatikasında ümumiyyətlə var rəf, bir də var dəf. Bunlar nədir? Bunu inşallah ki, zamanəyə uyğun izah edim ki, əgər bir insan xəstələnərsə, xəstəlik artıq canında, bədənində, vücudunda aşkarlanarsa, bunu rəf etmək üçün müalicə olunur. Buna deyirlər rəf. Aydın? Bir də var ki, bir şəxs və şəxsiyyət xəstələnməyib, amma gələcəkdə, yaxın gələcəkdə ona gələcək xəstəliyi indidən aradan aparmaq üçün, özdən dəf etmək üçün nə olunur? Müayinə olunur. Buna da ərəblər deyərlər dəf. Demək ki, biz öyrəndik ki, rəflə dəfin fərqi budur ki, rəf odur ki, insan xəstələnir, xəstəlik insan bədənində mövcud olur, həmən xəstəlikdən qurtulmaq üçün müalicə olunur, buna deyərlər rəf. Bir də var ki, insan müayinə olunur, müayinənin izahı nədir? İnsan yaxın gələcəkdə baş verən xəstəliyi hindidən müayinə olunur, hindidən aradan aparır. Və təbii ki, Quran-ı Kərimdəki Əhl-i Beytin Allah ki buyurur ki, biz ritsi, yəni nöqsanı, çirkinliyi aradan aparmaq istəyirik. Bu rəf deyil, bu dəfdir. Yəni Əhl-i Beyt əleyhisselam çirkinliyə bulaşmayıb. Gələcəkdə baş verən xətaları Allah Subhanahu və Teala hindidən nə edir? Dəf edir onlardan. Əgər bir insan nədənsə dəf olunursa, o demək deyil ki, o artıq onun içindədir. Necə ki, biz körpə uşaqlarımıza peyvənd vurdururuq. Peyvənd vurduranda həmən körpə uşaq xəstəlik dövrünü kəsiltmir ki, gələcəkdə baş verən xəstəliyi dəf etmək üçün peyvənd ona istifadə olunur. Bunun cavabı bu qədər bəsit və sadədir. Və aleyküməssələm və rəhmətullahi və bərəkətuhu.